Allah'ın izniyle bu dəfəki çatdıracağımız mövzu dünya pərəstliyin dinə vurduğu ziyan. Yəni dünyaya bağlılığımızın dinimizə nə qədər ziyan vurduğu haqqında. Dinimiz İslam dini hər zaman həyatı insan üçün qazanc mənbəyi olduğunu qeyd edir. Bu yaşadığımız həyatı, bu dünyanı müsəlman üçün, mömin üçün qazanc yeri olduğunu bilir İslam. Və hər zaman bu qazanclı bir yerdə xeyirli işlər işləməyi bizdən istəyir. Biz İslam dinə baxdığımızda, İslam dini heç bir zaman bizdən tərkiblərini istəmir. Yəni, dünyanı mən istəməyim, bir yerə çəkilim, ruhbanlıq deyə bizə bir şey istəmir. Yəni, bəzən xristiyanlıqda ruhbanlıq deyə bir şey var ki, bunlar dünyanı bir kənara atırlar, ancaq kilsələrə çəkilirlər və kilsələrdə ibadətlə məşğuldur. Evlənmələri, heç bir şey eləmirlər. İslam dini bu deyil. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu ki, İslam dini ruhbanlıq dini deyil. İslam dini dünyada yaşayır, amma bu dünyanı əlinin tərsinin arxa tərəfinə atmaqdır. Burada əlinin tərsinə atmaq, yəni dünyanı mən heç sayım demək deyil. Çünki dünya axirətin tarlasıdır. Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, siz dünya həyatını istəyirsiniz, halbuki axirət daha xeyirlidir. Bəzən insanlara biz baxdığımızda dünya həyatını o qədər meyl edirlər ki, ölməyəcəyini. Yer üzərində yaşayan bütün canlıların içərisində yeganə insan oğludur ki, öləcəyini bilir. Yeganə insan oğludur ki, bu dünyadan gedəcəyini bilir. Yeganə insan olur ki, amma bu dünyaya bağlılığı çoxdur. Yəni, biz bir heyvana baxdığımızda onun belə təslimiyyəti var. Hər biriniz Allah'ın qarşısından qurban bayramınız gəlir. Orada inşallah hər biriniz diqqət edərsiniz və ya kəsəcəyiniz bir heyvanlara diqqət edərsiniz. Orada heyvanı bəzən görürsünüz ki, kəsim anına qədər çox əziyyət çəkirik. Tuturdan saxlayır. Amma o kəsim anında heyvan təslimiyyətini göstərir. Və kəsimə təslim olur. Həzrət İsa aleyhissalamdan çox gözəl bir hissə gəlir. İsa aleyhissalam deyir, bir gün həvarilərlə bir yol gedərkən bir heyvanın yanından keçir. Və əyilir bir sözlər deyir və çıxıb gedir. Və həvarilər deyir ki, biz hər gün ondan içində baxdıq ki, heyvan arıqladı və dünyasını dönüşdü. İsa aleyhissalamdan soruşur ki, İsa, ona nə dedim? Deyir, sizə hər gün dediyimi, bu dünyanı tərk edəcək, öləcək. Halbuki, amma Quran-ı Kərimə biz baxdığımızda, Quran-ı Kərim bizdən bu dünyaya bağlanmamağımızı istəyir. Amma bu dünyanı tərk eləməməmi istəmir. Quran-ı Kərimə biz baxdıq, nədir? Ya Rəbbim, sən mənə dünyada və ahirətdə rızq verir, xeyirdir. Hər ikisini istəyir. Və Quran-ı Kərimə biz baxdığımızda 115 yerdə dünya söz keçir. 115 yerdə axirət sözü. Eyni gəlir. Yəni, nədir? Eynilik ondadır ki, bu dünyada etdiklərimizi biz orada əldə edirik. Bu dünyanı heçə saysaq, bizim heç bir qazancımız olmayacaq. Burada biz qazanırıq və axirətdə biz qazandıqlarımızı yeyirik. Ona görə Allah subhanətə eyni qeyd edir ki, siz burada nə qədər əlləşsəz, amma eyni qeyd etməkdə eyni olmaq demək deyil. Üstünlük axirətdədir. Burada eyni qeyd etməyin məqsədidir ki, yəni burada nə qədər qazanırsa, qazandığınızın müqabilin alasınız orada. Bəzən insan səfərə çıxanda, çıxır səfərə getdiyi bir yerə, buradan özü üçün yay geyimləri yığır. Amma getdiyi yerdə soyuq olanda, açır sumkasını görür ki, burada qış geyimi yoxdur. Tədarükün vaxtında görmüyor. İslam dinində bizə deyir ki, sən axirətə gedirsən. Tədarükünü burada görür. O nədir? Bizim xeyir əməllərimiz, bizim gözəl işlərimiz. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu ki, mənimlə dünyanın timsalı bir yolcuya bənzəyir. Yolcu deyir, bir ağacın kölgəsində oturur və oranı tərk edib gedir. Mən dedi o cürüyə, dünyada sadəcə qalıb getsin və möminlər dedi o cür olmalıdır. Dünya kimi. Həzrət İsa buyurur ki, dünya deyir bir körpüdür. Körpü üzərində tikilməz. Burada İsa aleyhissalam
yəni ev tikməyin demək deyil. Ev tikilmək söz məna etibarıyla biz baxdığımızda, yəni qalınacaq yurtdur. İsa Aleyhisselamın qəsdi odur ki, bura yurt deyil. Bura sadəcə keçici bir yerdir. Necə ki, körpünün üzərindən qarşı tərəfə salamat keçilməyindən ötürüdürsə, bu dünyada ahirətə salamat keçilməyimizdən ötürüdür. Körpünün bir başı bunda, bir başı isə məzarımızdır. Amma ora keçərkən necə keçməyimiz önəmlidir. İslam dini bizdən hər zaman ora keçəcəyimizi önəmli vurgulayır. Və bu dünyaya bağlılığımızı necə aradan qaldıracağımızı, necə bununla mübarizə aparacağımızı hər zaman biz vurguladığımız bir şey var. Bizim ən önəmli qaynağımız Quran və sünnətdir. Biz baxdığımızda sünnətə, onun həyatına yaşayan kimi Allah Resulü sallallahu aleyhi ve sellem. Həzrət Ömər radiyallahu anh deyir ki, bir gün mən Allah Resulü'nün deyir, otağına daxil oldum. Orada deyir, daxil olarkən Allah Resulü uzanmışdı. Mənim gəldiyimi deyir, hiss edib qalxdı. Və deyir, onun üzündə həsir izlər var idi. Bunu görəndə Həzrət Ömərin gözlərindən yaş gəlir. Və bu ki, ey Allah Resulü, Bizans və İran kralı qul tükündən hazırlanmış balışlarda yatır. Amma İslamın rəhbəri həsir üzərində yatır ki, o həsir onun üzünə hiss alır. Allah Resulü sallallahu aleyhi ve sellem Həzrət Ömərə radiyallahu anh çox bir şey demir. İbrətamiz bircə kəlmə sözdür. Ey Ömər, istəmərsənmi dünya onların ahirət bizim olsun. Bir şey ki, mən qalmayacağım burada, qalmayacağım bir şeydən ötürü nə qədər əlləşim. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem dünyasını dəyişəndə onun ev əşyalarına baxdığımızda az bir ev əşyaları qalmışdı. Hər birini Allah rızasını infaq edirdi. Biz baxdığımızda xurmanın ən gözəlini birinci dəyən kimi Allah Resuluna gətirdilər. Allah Resulü sallallahu aleyhi ve sellem ağırdı, bir o dəyməyənləri, yetişməyənləri məclisində bir kənardan asırdı, gələn yetimlərə, yoxsullara verirdi. Yetişənləri isə məclisin ətrafında suhbə edilən bir yer var idi. Onlara da ikram edirdi. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu deyir, mən Uhud dağı qədər var dövlətim olsaydı, hamısını deyib dünyanın kösünə qədər infaq edərdi. Çünki bu dünyada qalmayacaq. Və keçici bir şeydən ötürü bu dünyada qalmağa dəyməz. Sahabələrimizdən gözəl bir nəsiyyətlər buyur ki, dünya ilan kimidir. Çox yumuşaq və çox gözəldir. İlana deyib baxanda çox gözəl və çox yumuşaq. Amma deyib insanın sancağında ən böyük ağırlıq olur. Dünyada da elədir. Dünya zövqü deyil insana xoş gəlir. Amma insan dünyasını dəyişəni anlayır ki, bu dünya nə qədər boş bir şeydir. İsa Aleyhisselam buyur ki, insanın deyib dünyada olarkən daima su deyil, yəni istəkləri var. İnsan deyib öləndə anlayır ki, boğazına qədər suyun içindeydi, sadəcə başın əyib o sudan içmək lazım idi. Bu dünya da elədir. Biz bu dünyada hər şey istəyirik. Olsun, 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 olsun deyirik. İnsan dünyasını dəyişən anlayır ki, demək hər şeyim var imiş. Əlimdə mənim sağlıq deyə bir nemət var imiş. Əlimdə mənim görmək deyə bir nemət, amma sadəcə bunları görmədim. Əlimdə olan nemətdən heç bir. İnsan bu nemətləri sadəcə olaraq dünyadan ayrıldığı anda anlayır. Amma ən ağıllı mömin Allah Resulü sallallahu aleyhi ve sellem deyir, dünyanı və ahirəti düşünən. Yəni bu keçici yeri düşünür və ahirət üçün bundan ötürü hazırlaşan bir şəxsdir. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu ki, hər ümmətin bir fitnəsi var, bir bəlası var. Mənim ümmətimin bir bəlası dünyadır. Bu dünyaya çox bağlanmaqları. O qədər deyir, bu dünyadan yapışırlar ki, malım, mülküm deyil. Amma deyir, ahirətə köçəndə özlərinin heç bir şey yapara bilmirlər. Biz əvvəlki Peyğəmbərin qissəsinə baxanda hər Peyğəmbərin əshabında, hər Peyğəmbərin yanında olanların bir bəlası olur. Amma bizim bəlamıza baxsan, hər birimiz mal dövlət istəyirik. Allah Resulü buyurur, deyir, mal mülkdə hər zaman özünüzdən aşağı səviyyədə olanlara baxın. Şükür eləyəsiniz. Yuxarı səviyyədə kimlərə baxın? Elmdə və ibadətdə yüksək olan şəxslərə.
Baxıb həmd eləmirəm, bu insana Allah həmd olsun, nə gözəl gecə namazlarına qalxır. Bu insan nə gözəl 5 vaxt namazın cəmaatla qılır. Buna baxıb həsəd etmək olar. Amma bu insanın maşını var, bu insanın evi var. Biz baxdığımızda insanların işi də var, evi də var, amma xoşbəxt deyil. Niyə xoşbəxt deyil? Çünki bağlılığını qoparda bilmir. Bu dünyadan bağlılığını qoparda bilmir deyə hey istəyir. Özü yığmağı bir yana qalsın. Hələ kiçik yaşında uşağın gələcəyini düşünür. Öz ahirətini unudur. Kiçik yaşında uşağı düşünür. Alimimizdən çox gözəl bir sözlər vurur ki, insan çox qəribədir. Özü üçün deyir, mal-mülk yığır, evladı içində yığır, hamısını deyir, haram. Öləndə deyir, evladı onun yığdığı maldan verir. Onun yığdığı maldan deyir, özü deyir, xeyir işləri sərf edib, cənnətə gedir. Halbuki bu harama getdi. Günah qazanıb harama getdi. Çox gözəl bir nəsiyyət Allah'ın izniyle qarşımıza çıxmışım, dünya əlaqədar. Hər zaman bunu qarşıma çıxanda öz nəfsimə görə deyirəm ki, öz nəfsimi hər zaman mən də hesaba çəkirəm. Sultan Muradın dönəmində bir kölə alır, Sultan Murad. Bu kölə bir dönəm bunun yanında qalandan sonra bunun əxlaqına çox gözəl heyran olur və bunu öz yanına getirir. Hətta deyir, onu o qədər çox istəyir ki, sadaqətinə o qədər çox bağlanır ki, onu öz xəzinəsinin üzərinə keşikçi təyin edir, rəhbər. O xəzinə ki, orada ən qiymətli ləlcəvahirət var. Və bunun yanında olanlar bir içindən paxıllıq hissi keçirir. Bir köləni sultan gətirdi, ən qiymətli əşyalarımızın üstünə qoydu. Və hər zaman sultanın gözündən bunu salmaq istəyirlər. Və bir gün sultanın yanında olacaq, buyururlar ki, Ayaz, girir bəzən qızıl, ləlcəvahirət olan yer, orada çox vaxt alır. O Ayaz, o kölənin adı Ayaz olur. O Ayaz gəldi ki, bizim orada var dövlətimizdən bir şey götürür. Götürməmiş olmaq kölədir. Və sultan deyir, bir gün heç kimə qulaq asmır. Və həmin deyir, xəzinəyə bir deşik açdırır, dəlik. Və Ayaz oraya girərkən onu izləyir. Və baxır ki, bu həmin yerə girdi və qapını arxadan bağladı. Və bir sandıq olan yerə yaxınlaşdı. Yaxınlaşdı, o sandığı açdı. Açandan sonra onun içindən bir balaca qutu çıxdı. O qutunu götürdü, öpdü və əzizlədi. Amma deyir, bunu öpüb əzizləyərkən ağlaya öpürdü. Və açdı, onun içindən köləlik vaxtı geydiyi nimdaş paltarını çıxartdı. Əynində sarayda olan bir vaxtı geydiyi paltarını çıxartdı və o nimdaş paltarı geyinir və bir güzgünün qabağına dağılır. Və bu ki, ey Ayaz, sən bax bu nimdaş paltarında gəzən bir adam edin. Allahın mərhəməti, Allahın sənə verdiyi rızq sayəsində sən sultanın xəzinəsinə gəldin. Amma sən busan, sən bu yamaqlı paltarda gəzən köləsən. Və deyib, bunu özünə deyə ağlayır və əlindən paltarını çıxarıb, sandığa qoyub, bağlayıb, qapıdan çıxanda görür ki, sultan qapıdadır. Və sultanın gözündən yaş axır. Sultanla bu ki, ey Ayaz, bugünə qədər vallahi sən mənim qızıllarımı qoruyurdun, qızıllarımın sahibiydin. Amma vallahi bundan sonra sən mənim qəlbimin sakinsən. Çünki sən mənim hansı sultanın xidmətində olduğumu mənə xatırlatdın. Mən bir sultan idim. Amma mən hansı sultanın xidmətçisi olduğumu unutmuşdum. Varım, dövlətim məni mənəmliyə çıxartmışdı. Sən mənə bunu öyrətdin. Əslində dünya bax bizdə budur. Dünya bizi bəziyir. O bayaq dediyimiz sahabələr kimi. Sahabələr ilana bənzərdir, çox bəzəyi var. Bizə hərisdir, bəziyir, bizi gözəl görsədir, bağlayır, amma unuduruq. İslam dini bizə nədir? O əvvəlki vəziyyətinə, o kasıblara baxarsan. Bir güzgün önündə dayanaq var, biz kiməydik? Biz kim olmuşuz? Və bizim ilk dərində bir tikə çörək yeməkdən ötürü hansı əziyyətə qatlaşırdıq? Bizim atamız bizi geydirməklə hansı əziyyətə qatlaşdı bu dünyada? Onları insan təfəkkür edərkən bu dünyaya bağlılığı azalır, artıq ailəsinə sevgisi çoxalır. Artıq Rəbbinə yaxınlaşır. Çünki insan içindəyini çıxardarkən Rəbbinə yaxınlaşa bilir. Allah subhanahu wa ta'ala bizlərə hər zaman dünyanı deyil, ahirətimizi qazanan bir qullar gəlsin. Allah subhanahu wa ta'ala bizə son nəfəsimizə qədər ahirətimiz üçün
xeyir əməllər işləməyi və axirəti üçün xeyir əməllər işləyən bir qullarla bərabər olmağı Allah bizə qismət etsin.